Və yenə mən, yenə onlar. Demək ki, hardayıq? Qaçış turunda. Yoxsa marafon mu deyəcəkdim, bilmirəm. Hər nəysə, bu qaçışımızın ikinci günüdür və gördüyünüz kimi artıq daha çox qaynaşmışıq. Burada video kontent zad çıxartmağa çalışırıq. Sonra bir şey tapdıq çəkməyə və bunu Instagramda, TikTokda paylaşmışam belə. Onları da etiketləyəcəm. Instagramdan bizi izləyin və marafonun səhifəsində izləməyi unutmayın. Yenə həmişəki kimi isim hərəkətlərindən başlayırıq dərsə. Daha doğrusu marafona. Keçən videomun altında yazmışlar ki, kontent yoxdur ya da azdır. Mən də istədim ki, bu səfər daha detallı çəkim. Gördüyünüz kimi bu mənim podruqam Ayşədir və qaçışla məşğul idi güya ki orada. Hər nəysə, burada da belə axını çəkirəm. Hamı bizə o qədər maraqla baxırdı ki, bu səfər. Bu səfər bulvarın içini daha çox gəzdik və axın çox idi, havalar isti olduğu üçün. Hamı qaçdı, getdi. Biz burada iki deli suyun içinə girib sərinlənmək istədik. Bunu keçən səfərdə eləmişdik. Və bir də gördük ki, artıq axın gedib, biz qalmışıq arxada, amma çatdıra bildik özümüzü. Burada yenə arada hərəkətlər eləyirik. Bu səfər daha çox idman hərəkətləri elədik və bu mənim çox xoşuma gəldi. Bədənin hər tərəfi işlədi demək olar ki. Nədənsə həmişə bu hərəkəti eləyəndə özümü çəkirəm. Bilirəm də ki, yaxşı çəkilmir, amma yəni göstərmək istəyirəm ki, mən də idman eləyirəm də.